Prezident Gülçin Heydar Əliyev xanımına si nəzərindən şükür edirəm. Təhsil uğuruna yolundur. Əziz şagirdlər, bu sizin uğurunuzdur. Olimpiyadanın bütün iştirakçılarını təbrik edirəm. Əminəm ki, gələcəkdə bu yolu birlikdə davam edəcəyik. Çox sağ olun. Gözün aydın Azərbaycan, bu günümüzü məhv elədilər, keçdilər gələcəyimizə. Bu yaxınlarda prezidentin oğlunun arvadı Alyona Əliyeva Zəka Olimpiyadasında iştirak edən məktəblilərin qabağında çıxış edib. Vallah, mənim diqqətimi cəlb eləyən şey onun gülünc vəziyyətdə olan Azərbaycancası deyildi. Alyonaya orada kimsə durub desəydi ki, o danışdığın şeyi indi rusca denən, bax, bu ölsün deyənməzdi. Çünki nə danışdığını özü də başa düşmürdü. Şeir kimi hər şeyi əzbərləmişdi. Prezident Gülçin Heydar Əliyev xanımına si nəzərindən şükür edirəm. Təhsil uğuruna yolundur. Əziz şagirdlər, Olimpiyadanın bütün iştirakçılarını təbrik edirəm. Əminəm ki, gələcəkdə bu yolu birlikdə davam edəcəyik. Məni burada bir Azərbaycanlı kimi qəzəbləndirən şey başqadır. Bu gördüyünüz uşaqlar zəkası ilə seçilən parlaq gənclərdir. Amma Əliyev rejiminə belə gənclər, belə uşaqlar sərf eləmir. Onlara qoyun xalq, qoyun gənclik lazımdır ki, rahat idarə eləyə bilsinlər. Ona görə də zəkalı, savadlı uşaqların qabağına akademikləri, professorları, intellektual yarışların qaliblərini yox, ərə gedib özünə şərait quran Alyonanı çıxardırlar. Ay cəmaat, siz mənə deyin görüm, bu Alyona kimdir? Haranı qurtarıb? Bəzənib düzənib şəhərdə gəzməkdən başqa işi peşəsi olmayan bir qadın məktəblilərə nə yol göstərəcək? Onlara hansı məsləhəti verəcək? Alyona bizim uşaqlarımıza necə bir nümunə olacaq, ha? İlham Əliyev Alyonanı bu tədbirə çarpmağının arxasında bir neçə səbəb var. Birincisi, deyir ki, ay cəmaat, yesəniz də xiyardır, yeməsəniz də. Siz Alyonanı söydükcə, mən də onu sizin təpənizə çıxardacağam. İlham Əliyev bu ölkənin həqiqi ziyalılarını, akademiklərini, öz işinin peşəkarı olan savadlı şəxsləri həbsə atdırır. Gənclərə örnək kimi isə Alyonanı qabağa çıxardır, bizə acıq verir. İkinci məsələ odur ki, İlham Əliyev Alyonanı dəxlisi olmayan tədbirlərə, məclislərə aparmaqla istəyir ki, xalqın gözü öyrəşsin. Alyonanı yuxarı başda görməyə vərdiş eləsinlər. Heç kəs soruşmasın ki, niyə heç bir vəzifəsi olmayan bir şəxs gəlib tədbirlərdə çıxış edir? Niyə prezidentin köməkçisi işini gücünü atıb vəzifəsiz bir qadını şəhərdə gəzdirir? Niyə vəzifəsiz bir qadına şəhərsalma məsələləri barədə hesabat verilir? Arxaya açın. Yol verin. Qoy cəmaat elə bilsin ki, bu ölkədə saray qanunlarıdır. Əlahəzrət padşahın oğlu da padşah olacaq. Gəlini də sarayın və ölkənin birinci xanımı. Üçüncüsü isə İlham Əliyev bu xalqı sətraltı təhqir edir. O əvvəlcə sizin uşaqlarınızın ruhsini oğurlayıb öz oğluna, gəlininə xərcləyir. Sonra da sizin pulunuzla kef çəkən Alyonanı övladlarınızın qabağına qoyur ki, onlara öyüd versin. Ay millət, siz mənə deyin görüm, bu xalqın uşaqları Alyonanın öyüd nəsihətinə qalıb, bir xalq üçün bundan böyük təhqir necə ola bilər? Məsəl var, deyirlər ki, ağıllınız kimdir? Qabaqda gedən zəncirli. Bu ölkənin qabaqda gedəni Alyonadırsa, kül bizim başımıza.